Salam, efirdə xəbərlərdir. 60 konqresmenin 907-ci düzəliş ağrısı. Ermənipərəst qüvvələr dövlət katibini Azərbaycana təzyiqləri gücləndirməyə çağırıb. Amerika Birləşmiş Ştatları Nümayəndələr Palatasının 60 üzvü dövlət katibi Marko Rubiyoya çağırış edib. Demokrat Frank Pallone, Respublikaçı Michael Lavlerin də daxil olduğu qrup Amerikadan Azərbaycana tətbiq edilən 907-ci düzəlişin gücləndirilməsini tələb edib. Konqresmenlər həmçinin erməni yalan təbliğatını da təkrarlayıblar. Azərbaycanı etnik təmizləmə yolu ilə 120 min erməni xristiyanı Qarabağdan qovmaqda, Ermənistanın suveren ərazisini işğal etməkdə, erməni əsirləri qeyri-qanuni saxlamaqda və s. suslayıblar. Dövlət katibi bu çağırışa necə reaksiya verəcək? Ermənipərəst Biden dövründə də çoxsaylı qanun layihələri, bəyanatlar, qətnamələr irəli sürülürdü. Amma onların heç biri keçərli olmadı. Bəs ermənilər Trump administrasiyasına niyə ümid edirlər? Üstəlik az əvvəl İsrailin Begin Sadat Strateji Araşdırmalar Mərkəzi Azərbaycanı Trumpın regional planlarına və İsrailin maraqlarına necə effektiv şəkildə cəlb etmək olar? Praktik tövsiyələr adlı xüsusi perspektiv hesabatında bu məsələyə toxunmuşdu. Orada bildirilib ki, Amerika Birləşmiş Ştatları və İsrail yeni böyük yaxın şərq arxitekturasının çərçivəsində Azərbaycanın üstünlüklərindən tam şəkildə istifadə edə bilməsi üçün 907-ci maddə ləğv edilməlidir. Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana Amerika Birləşmiş Ştatlarının birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilir. Bu qadağa Azərbaycanın iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün Amerika Birləşmiş Ştatları hökumətindən birbaşa yardım almayan yeganə patriot dövlətinə çevirir. Sizinlə mən Şahin Seyidov, Azərbaycan Yəhudi Mediası. Unutmayın ki, xəbərdar olmaq sizin hüququnuzdur.